2024-cü suallarıydı. Çətin deyil, bilmirəm ya cavablara baxaq görək. Mən bir dəqiqə dayanım, mən hara yazdım. Tamam gözləyirik. Mən də qoşulum bura elə. İçində çox asan suallar var idi mənim. Bəli, olur, elə də olur. Asan da olur təbii ki. Orada bir sual var idi. Orada bir sual var idi. İbtidai bizdə deyəsən Aysel xanımdır da. Bəli. Orada bir sual var idi. İndi gələndə çatanda ora deyəcəm. Görək düz yazmısınız yoxsa. O 2024-də 25-də eyni düşmüşdü. Mən də ibtidaiyə axı girəndə, yəni şəxsən öz qarşıma çıxan sualdır. Neçənci sualdır mənim? Yoxsa çatanda deyəsən? Əzbərdən bilmirəm. Qoy indi deyəcəm sizə. Deməli, deyim cavabları. Bəli. Deyim. Deyirəm. 1 Bakı. 2 A. 3 Dadaş. 4 E. 5 Bakı. 6 E. 7 8 C. 9 A. 10 C. 11 12 13 A. 14 C. 15 Dadaş. 16 A. 17 Bakı. 18 A. 19 Dadaş. 20 Bakı. 2 səhv. Möhtəşəm, yaxşıdır. İnşallah. Neçə səhv? 5 səhv məndə. 2 də məndə. Deməli, inşallah belə deyim də, imtahanda da ən pis yazacağınız 1800 olsun. Ən pis. İnşallah. Belə, getdik. Mən qələmi götürüm. Aysel xanım suala çatanda deyəcəm hansı sualdır. Yəni biləsiniz ki, bir dənə belə deyim də 100% o tip sualınız olacaq. 3-4-dür məndə səhv. Bilmirəm odur yoxsa yox. Deməli, birdə səhv olan var və burada bir dənə belə bir şey vardı. Anlayışlar və yeni anlayışlar. Tuta bildiniz temanı orada, yoxsa çıxdaş edərək tapdınız? Tutduq. Ay sağ ol, bəli. Əla. Getdik. 2. İkini düz yazmısınız? Mən səhv yazmışam. Nə yazdı? Ziqzaq yazmısınız? D variantı götürmüşəm. Proqnozlaşdırma hətta. Mən ziqzaq yazmışam. Proqnozlaşdırma əsərin nə bilim sonrasını təxmin etmək, əsərin adına görə əsərdə nə söhbət gedir onu təxmin etmək. Yəni budur proqnozlaşdırma. Amma bizdə deyir ki, əsaslandırma, təhlil var, dəyərləndirmə var. Dinləmə, o dinləyib anlama bacarığı var. Yəni gördünüz, biz burada nəyə görürük? Taksonomiya. Bu da aid olur Bloom kubuna. Aksiyon heç deyil, aksiyon xatırlamaq mərhələsinə aid olar. Çünki bu hansısa hadisənin xüsusiyyətləri sadalayır. Necə sadalayır? Mövcud bilikləri yada salır. 3-2-1 refleksiya üsuludur. Sonra proqnozlaşdırmanı dedim. Ziqzaqda bəli, dinləyib anlama var. Maksimum deyək ki, bəlkə müzakirə də olar. Amma əsaslandırma yoxdur. Əsaslandırma yoxdur. Proqnozlaşdırma. Mən səhv yazmışam. Cavabı A-dır. Bloom kubu. Bloom kubudur, bəli. Suallar var idi Bloom kubunda. Yəni 600 olur. Bəli, 600 olur. Taksonomiyanın 6 mərhələsinə aid tapşırıqlar, suallar və ya iş vərəqləri hazırlanır ki, iyerarxik də, yəni uşaqların hamısını nəzərə alıram. Sadədən mürəkkəbə, asandan çətinə doğru. Nə bilim, müxtəlif çətinlik səviyyəsində tapşırıqlar hazırlayıram. Yaxşı. Getdik. 4-ə də baxaq. 3-4. Məndə də səhvdir. 100% A götürmüsünüz ya da çox kobud bir səhv edib E Mən A götürmüsünüz. götürmüşəm. Mən də A götürmüşəm. 3 A deyil. Yox. 3 çıxıbdı. D. Nə? D. Dadaş. Mənim olacaq elə ola bilər. İndi deyim. Lider seç. Elə olsun, mən də onu.
İndi deyim sizə necə oldu? O hadisələr necə baş verdi? Deməli, indi özümüzü qoyaq o vəziyyətə, yəni şagird kimi qoyaq. İndiki ağlımızla yox, şagird kimi düşünək. Müəllim gəlib deyir ki, A variantına göndərirəm. Ay uşaqlar, etməyin, eləməyin. Nə bilim, bir-birinizi anlamağa çalışın. Sizcə həmin şagird qayıdıb o bayaqki dalaşdığına deyərmi ki, yaxşı müəllim anlayıram, bu dəfə olsun. Belə bir şey ola bilər. Yox, qəbul eləmirlər əsas. Yəni kurikulum elədi ki, burada yəni cəza sərt bir şey yoxdur, ancaq başa salmaqla. Ona görə mən məntiqən düşündüm ki, burada yəni kurikulumda belə. Bunlar anlamayacaq bir-birini. Onda deyəcəklər ki, tamam da müəllim bir-birimizi anlayaq da, bu dəfə mən olum, gələn dəfə o olar. Tərs damarları var axı o uşaqların biraz ego söhbəti var da. Razılaşmayacaqlar, özü sındırmayacaq ki, desin, hə, yaş o deyən olsun. Olmayacaq. Ona görə A həll yolu deyil. B zaten birinci çıxacağım cavabdır, rəhbərlik nə əlaqə. Sonra digər uşaqların balını kəsmək, belə deyim də, digər uşaqların ya da qrup işindəki 3-5 nəfərin nə günahı var ki, bu 2 nəfərə görə onların balı kəsilsin. Bu da deyil. E-də də deyir ki, bildirməməlidir. Bir inkarlıq var. Gəldik D. Elə bir ki, evdə 2 uşağınız dalaşar, oyuncağı o da artar ki, mənimdir, bu da artar ki, mənimdir. Axırda alırıq əlindən ki, vəsə, bitdi, verirəm qonşunun uşağına. Hə. Əslində elə eləyirik. Prosta kurikulumda elə deyilik də. Belə başa salmaqla idi deyə onu. Yo, deyin ki, ay müəllim, gəlib ilin sonuna çatacaq da bu nədir, beynimizi qarışdırdınız. Qrupdan olmayan birini. Yəni elə bir ki, başqa uşaq gətirib lider qoyuram. Bundan problemi kökündən çözürəm. Niyə? Elə bir gələn dəfə bunlar dalaşmayacaqlar, nə mənada? Bilirlər ki, olsa faydası yoxdur. Müəllim yenə başqasını gətirib qoyacaq. Bunlar lap əsəbdən partlayacaqlar. Da yəni bu yola əl atmayacaqlar. Müəllim bir dəfəlik həll elədi problemi. Çünki ikisindən birini də qoya bilmərəm, qırğın düşər. Məcbur artıq yəni bir lider olmalıdır da, başqasını gətirib qoya bilərəm. Qrupdan müəllimə, yəni sinifin daxilindəki qrupdan, yoxsa necə? Bəli, sinifin daxilindəki qrupdan. Hə, belə olar. Bəli. Belə deyim də sizə, çıxdaş edərək də bu cavabı götürmək olar, ya da belə deyim də, mən də deyim ki, bu dəhşət düz cavabdır, tap deyə oturub suala demirəm, amma cavablar içindən doğru bu gəlir. Hə, yəni Miq də bunu götürüb zaten cavab olaraq. Getdik. 4 dedik. Hə, budur. Aysel xanım, düşmüsünüz. Elə budur. Düşmüsünüz. 100% getmisiniz tənqididən, nə bilim dəyərləndirmədən nəsə seçmisiniz. Bilmirəm hansın. Mən A-nı götürmüşəm. 4-də A-nı götürmüşəm. Mən də B-ni götürmüşdüm, mən bilmirəm. Sizə haqsızsınız demirəm. Əslində bu 5-i də sualda var. Amma əgər yadımızdadırsa, deyilsə də deyəcəm ki, hayf sənin əziyyətinə, ay Aysel, hayf, o boyda izah vermişdim. Planlaşdırma dərsini keçəndə ümumən belə suallar çox idi orada. Baxın, deyir ki, nəsə video izlədi falan, nəsə şagirdlər özləri üçün önəmli olan hissələr seçib fikirlərini əsaslandırmalıdırlar. Hamısının gəldi mənim üçün. Sadəcə olaraq. Bəli, haqlısınız demirəm. Əsaslandırır, bağışlayın. Dəyərləndirmə var, tənqidi təfəkkür var, özləri üçün deyir, metakognitiv var. Metakognitiv var, bəli. Amma mənə nə deyir şərt? Müəllim bu situasiyada nəyi yoxlayır, yəni nəyi qiymətləndirir? Qayıtdım, görüm nəyi qiymətləndirir. Kim meyar verib? Cümlənin strukturu düzgün olmalıdır, problemə orijinal yanaşılmalıdır. Müəllim bunu qiymətləndirir. Nə olsun ki, sualda boyda tema gedib? Cümlənin strukturu düzgün olmalıdır, yəni cümlə yazmaq bacarığını inkişaf etdirmək istəyirəm. Yəni struktur düzgünsə cümlə sonra fikirləşdim ki, bu boyda burada şey deyir ki, öz üçün seçsin, əsaslandırsın. Yəni bu nə əlaqə ki, yazını yoxlasın. Çaşdırmaq üçün biz burada meyara baxırıq. Niyə meyara? Demirəm, həmişə gedin meyara baxın. Ola bilər bəlkə şərtdə yazar ki, situasiya əsasən nə baş verdi. O heç. Amma mənə burada konkret yazıb ki, müəllim bu situasiyada nəyi yoxlayır, yəni nəyi qiymətləndirir. Baxıram qiymətləndirməyə, meyara. Görüm 2 dənə şey verib də, görüm nəyi qiymətləndirir. Bir cümlə yazma bacarığını qiymətləndirir, bir də problemi orijinal yanaşılmalıdır. Nəyi inkişaf etdirmək istəyirəm? Yaradıcı təfəkkürü. Bəli. 1-2-dir cavab.
Bu sırf çaşdırıcı sualdır. Müəllim, adam fikri gedir o Şairlərdə əsaslandırmağa. yaradıcılığı. Hə, orijinal sözünə görə. Orijinal sözünə görə yaradıcını götürmüşəm. Nə bilim. Birindən biri düz götürmüşəm, bir də 5-i götürmüşəm. Metakognitiv bacarıq və formalaşdırma. Dediyim kimi sualın özündə var. Tənqidi dəyərləndirmə, metakognitiv var. Amma bizdən situasiya istəmir də. Bizə deyir ki, müəllim nəyə yoxlayır, nəyə qiymətləndirir. Mən ona görə cavab seçəcəm. Sırf çaşdırmaq üçündür ki, adam fikri gedir oraya da. 2024-2025 heç bir nöqtə vergülünə qədər eyni sualı bir də salmışlar. Ya heç bir cümlədə dəyişiklik yox idi. İldə inşallah düşsün düz yazarıq. İnşallah, inşallah. Mən də səhv tutardım. Başqa? 8 müəllim. 18-ə baxaq da. 8, sonra 18. 8. Aha. Hə müəllim. Gəminin suda batmamağının cismin üzmə şərtini görə necə izah etmək olar? Gəminin suda batmamağının cismin üzmə şərtinə görə necə izah etmək olar? Müəllim, burada izah etməyi mən açıq 2 variant yazdım. Plus səhv kimi götürdüm də 2 varianta görə. Bir B ilə C yazdım. B-ni belə yazdım ki, burada necə izah etmək olar? Burada bizim fikrimizi soruşur da. Biz demişdik dəyərləndirmədə. Amma Yox, burada mənim cismin üzmə şərtinə görə deyir axı. bəli, burada Məncə 100% özünü məncə ölçüsündə. fizika fənnidir, səhv etmirəmsə, yəni cisim dediyinə görə Hə, məncə fizika fizikadır, olar. mənim fizikadır. Hə, Düzdür. cismin üzmə şərtini uşaq keçir və müəllim deyir ki, o şərtə görə necə olur ki, o boyda ağır gəmi suda batmır. Uşaq da onu keçib axı, onun mahiyyətini anlayıbsa, bizə izah edəcək ki, hansı səbəblərə görə o gəmi suda batmırmış. Yox, anlamağı Əgər belə bildim. anlamayıbsa- Sadəcə dəyərləndirməkdə o fikir soruşmağına görə qaldım. Hə, amma öz fikrimi demirəm axı, mən faktlara görə danışıram. Hə. Bu keçilib, onu öyrənmişəm, başa düşmüşəmsə deyəcəm, başa düşməmişəmsə belə baxacam müəllimin üzünə. Bildim. Bir dənə də məndə 20-də. Məndə 16-dır. Bax, 13, 16, 13 bax, kobud səhvdir. 13 Belə əzbərçidir. Düşür, bəli, 100% düşür, hər il düşür və bu tip sual düşür. Eyni bu tip neçə dəfə düşür. İndi baxaq səhvə harda yol vermişik. Bax məsələn, əsas standart nədir? Bu illik planlamaya aiddir. Ay sağ ol, bölmədi, getdik, əsas getdi bura. Ümumi təlim nəticələri nədir? Bu da illikdədir. Ay sağ ol. Sadəcə təlim nəticəsi yazsaydı gedəcəkdi gündəliyə, amma Gündəlik. ümumi daha geniş anlayışdır. Bu da getdi illiyə. Sonra mövzuların ardıcıllığı. Məsələn yazıram Gündəlik. 15 sentyabr bilik. hə. O da 16 illikdir. Mən sentyabr. dərs Ay, icmalına görə çaşdım müəllimə ki, onu illik kimi qəbul elədim, götürdüm. Dərs icmalı gündəlik. Bax dərs sözünü harda Gündəlik. görsəz o gündəlikdir. Hə, bir dənə o çaşdırdım məni. Mən onu illiyə Onunla da götürdüm. gedir. Hə. Dərs Müəllimə icmalı diferensiasiya təmin edir. O bəs. 45 Gündəlik. dəqiqəyə aiddir, bəli. Diferensial 45 dəqiqədir. Yəni deməli gündəlikdir. Hər dərsi biz diferensial qurmalıyıq da, hər dərsə özəl. Bu gündəlikdir. Sonra dərsin icmalı zaten planlaşma gedir də, gündəlikdir. Dərsin məqsədi nazımıza Bu da dərs. gündəlikdir. Dərsin məqsədi ilə təlim nəticəsi deməkdir. Bəli, bu da gündəlikdir. Bəli. A, B, C, D, E, F. A variant. Sonra 18 idi məndə. Məndə 16 idi, İki amma dənə mən başa yazmışam. düşdüm onu, öz səhv oxumuşam. hə, zid istəyirdi burada. Hə. Getdik 18. 2 dənə cavab götürmüşəm. Heç biri düz olmayıb. Baxın, Y, belə deyim də, Süper. belə deyim də, burada 4 variantda da B, C, D, E. Gah yazıb ki, gözləntin dəyişsin, aynən proseduru dəyişsin, ay nə bilim yeni qaydalar bir uşağa görə. Və bu davamlı da deyil. Sadəcə bu dərs uşağın fikri qalıb telefonda. Tez-tez baxır. Neynirəm? Qaydanı xatırladıram. Qaydanın şagirdə xat A variantı. Hə, bəli. 20 də izah verərdi zəhmət. Bəli, 20 məndədir. Aha. Nə yazmısınız? A yazmısınız? C Mən D yazmışam. yazmışam. Nə yazmısınız? C, D. C, D.
Həll etmə yalnız tənqid. Bizdən doğrunu istəyir. Gəlin başdan izah eləyim. A-da deyir esse yazmaq psixomotor yox. Bəyəm psixomotor hərəkət bacarıqdır. Esseni burayla yazırıq. İdrak, yəni düşünərək yazırıq. Deməli bu idrakdır. İdrak taksonomiyası. Yəni psixomotor deyil. A getdi. B qalsın. Sosial emosional öyrənmə SEO-dən söhbət gedir. Şagirdin akademik nəticələrinə xidmət etmir. Necə? Yəni əksinə demirdik ki, bir sinifdə SEO, yəni sosial emosional öyrənmə mühiti yaratsa, şagirdin avtomatik akademik nəticələri də inkişaf edəcək. Bu da səhvdir. Problem həll etmək yalnız tənqidi təfəkkürü. Bəs biz problemi həll edərkən alternativ yollar, yeni həll yolları tapırdıq. Deməli, yaradıcı da var. Sonra, kiçik qruplarla işdən ənənəvi təlimdə geniş istifadə olunur. Ola bilərdi bəlkə, düzdür, mən görməmişəm ənənəvi təlimdə, amma bəlkə də olub da hansısa məktəblərdə. Amma, yəni qruplarla işləyirəm, amma geniş istifadə kurikulumdan sonra gəlib. Bu da səhvdir. Niyə B düzdür? Yadımıza yenə qayıdaq o köhnə deyirik, biliklərimizi geri çağıraq, yadımıza salaq. Nə deyirdik? Tənqidi təfəkkürdə bir cədvəl var idi, bacarıqlar. Müşahidə bacarığı, nə bilim, təhlil etmək, nəticə çıxarmaq, ünsiyyət fikir ifadə etmə, problem həll etmə. Yaradıcı təfəkküründə bacarıqlar vardı. Yenə müşahidə etmək bacarığı, sual vermək, assosiasiya, əlaqə yaratmaq və təcrübə aparmaq. Birində tənqidi təfəkkürdə deyirdik ki, müşahidə bacarığı odur ki, problemin nə zaman, harada, necə yaranacağını müəyyən edir. Yaradıcı təfəkkürdə müşahidə etmə bacarığına deyirdik ki, ətrafdakı hadisələri, oxşar fəaliyyətlə məşğul olan insanların fəaliyyətini müşahidə edərək özü üçün bir nəticə çıxarır. Məsələn, mən necə edə bilərəm? Mən necə başqa nələr edə bilərəm kimi, yəni bu da yaradıcı. Bir sözlə tənqididə də var, yaradıcıda da var. Hər ikisi də yuxarı təfəkkür səviyyəsidir. Bəli, B cavabımız doğrudur. Aydındırmı? Bəli. Bu da belə. Nə vermişdim evə? Nəzəriyyələri bilmişdir. Kolberg, Ganye. Hı. Eto 29. Deməli, Vygotsky-dən başlayırıq. Piaget'in onda keçən dəfə keçmişik. Bəli. Tamam. Time 2026, səhifə 182. Sonra bir şey lazım. Əvvəlkinə baxmış səhvlərinizdə, yəni bu nəzəriyyələrdən söhbət gedir. Azalma hiss edirsinizmi? Məndə eyni. Anlamadım amma məncə var. Hə, tamam. Azalma. Buyurun, səhvlərimizə baxaq. Məndə 20-də 20. 10 var içində. 10, sonra 11. Tamam, 10. Bir dəqiqə, bunu kiçildək. Oxuyun. Deyir ki, müəllim yeni mövzunu təqdim edərkən şagirdlərin mövcud biliklərini nəzərə alır, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirə biləcək şəkildə qurur və bu dəstəyi tədricən azaldır. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması əsasən hansı fikri əks etdirir? A-da deyir ki, öyrənmənin əsasən fərdin daxili idrak mexanizmləri nəticəsində baş verdiyinə, sosial qarşılıqlı təsirin isə yalnız motivasiya edici rol oynadığını qəbul edir. Bu aid deyil. B-də deyir ki, təlimin şagirdin mövcud bilik və bacarıqları səviyyəsində təşkilinə əsas götürür və xarici dəstəyin yalnız kəsiminin yarandıqda tətbiq edilməsini məqsəd uyğun sayır. Bu da düz deyil. C-də deyir ki, şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanlarını mərhələli şəkildə reallaşdırır. Şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanları mərhələli şəkildə. Cavab budur müəllimə. Bəli, budur. Bəli. C-dir. Sosial qarşılıqlı təsir zaten Vygotsky nəzəriyyəsidir. Sosial inkişaf. Birgə öyrənmə, belə deyək də. Bu düzdür. Getdik. Müəllimə, burada nümunədə müəllim səhv eləyib baxır. Yanlış. Çünki deyir ki, burada mövcud bilikləri nəzərə alır, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirə biləcək şəkildə qurur. Bəs bu geridə qalan şagirdlər?
Bəs biz demirdik birgə öyrənmə var, uşaqlar bir-birindən öyrənir. Bəs axı burada deyir daha bacarıqlı şagirdlərin dəstəyi ilə. Bəs dedik axı Yeni- scaffolding nə idi? Səndən daha bilikli və bacarıqlı olmalıdır sənə dəstək göstərən şəxs. Bildiniz? Yəni ki, daha bacarıqlı uşaqlar digər uşaqlara bəs niyə heterogen qrup yaradırıq? Bir-birindən öyrənmə baş versin. Görürsüz, C-də də deyirik sosial qarşılıqlı təsir. Bax, qarşılıqlı, sosial, birgə öyrənmə. Bildim. Getdik. Ondan sonra 11 müəllimə. aha. Yaxın inkişaf zonası nədir? Mən bunu səhv yazmışam. Deməli, müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Bu yox hə müəllimə? O nə olacaq? Yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti. Müvəqqəti dəstək, scaffolding. Scaffolding. Ay, sağ ol, bəli. Yəni müəllimin şagirdə bilmədiyini şagirdin iştirakı ilə öyrətməsidir. Müəllimin şagirdə bilmədiyini şagirdin iştirakı ilə öyrətməsidir. Evet, şagirdin iştirakı ilə öyrətməsidir. Yox. O da necə? scaffolding olar da. Cümlə müəllimin şagirdə bilmədiyini şagirdin iştirakı ilə öyrətməsidir. Hı. O da scaffolding olar da. Bizdən yaxın Ha. inkişaf zonasını soruşur. Və C scaffolding kim idi? Yəni onun bacarıqlı kimsə. Ay, sağ ol. Yəni burada vacib deyil ki, o şəxs səndən böyük, nə Yəni bilim. 45 dəqiqədən də söhbət getmir. Amma yaxın inkişaf ancaq 45 dəqiqəyə aiddir. Yox. Yox, o da. Hə. Scaffolding 45 dəqiqədə də olar, evdə də olar, Hə. hər yerdə var. Amma Yaxın yaxın inkişaf inkişaf ancaq zonası 45. hə, yəni ki, Hə. yox, belə deyim də. Ancaq 45 dəqiqə aid olan differensial təlimdir, onu qarışdırmayaq. Yaxın inkişaf zonası harda ki sənə o scaffolding var ya, yanımda mənə dəstək göstərir ha. Aha. Həmin o mühit yaxın inkişaf zonasıdır. Mühit. Hə, o yaxın inkişaf zonası adlanır. Dəstək verən scaffoldingdir. Həmin Hə. mühit isə, o mühitin içindəyik də, mənə dəstək verəndə. O Aha. proses isə yaxın inkişaf zonasıdır. Yaxın inkişaf, yaxından mənə köməklik edir. Hə, başa düşdüm. Burada mən qeydə qalmışdım. Yeni bacarığın öyrənilməsinə qədər ki, aktiv öyrənmə dövrüdür. Hə, bu olar, hə? Bu da Ay, nə? sağ ol, elə budur. Hə, bildim. Hı. Baxsana. Buyurun. Getdik. 13 müəllimə. 20. Riyaziyyat dərsində şagird kəsrlər ixtisar etməkdə çətinlik çəkir. Sosial inkişaf nəzəriyyəsini hansı addım atmalıdır? Mən 13-ə yazmışam D, cavab çıxıb A. Müəllim kəsrləri ixtisarı ilə bağlı daha sadə nümunələr verərək mövzunu bölümə əməli əlaqələndirməlidir. D variantı. Müəllim şagirdin özünə inam hissini artırmaq üçün öyrənməni səhvlərdən keçdiyini şagirdə bildirib yenidən cəhd etməsini Hə. tapşırmalıdır. Burada bizdə- cəhd etsin yenə səhv yazacaq da onda. Sosial inkişaf nəzəriyyəsinə aid soruşur. Siz D götürmüsünüz də. Özünə inam hissi hansı nəzəriyyədə idi? Özünə inam hissi yaratmaq. Yenidən cəhd etmək hansı nəzəriyyədə idi? Unutdum. Açıq düşüncə. Açıq düşüncə. Hə. Yəni Karl Hə, Dweck. Ay, sağ ol. A-da da müəllim kəsrinin ixtisarı ilə bağlı daha sadə nümunə vermək, nə bilim mövzu ilə nəsə əlaqələndirmək, bu bəli scaffolding. Yəni sosial inkişaf nəzəriyyəsinə aiddir. Scaffolding strategiyasıdır da, belə deyək. Scaffolding strategiyaları da Lev Vygotsky nəzəriyyəsində öyrədilir. Amma burada sosial inkişaf nəzəriyyəsini istəməsək də, ümumi bir Bəli. sual kimi olsaydı, o İki da D cavab da variantı düz. uyğun gəldi. A da D-də düz gələrdi, bəli. Hə, sosial şeylər. Bildim mən. Getdik. 25. 23 deyən olmuşdu. Yox, mən səhv. Üzrü sayın müəllimə 25 yox 29. 20 müəllimə mən demişdim 20. 23, 20. 20. Aha. Verilənlərdən biri Vygotsky'nin yaxın inkişaf zonası nəzəriyyəsinin tələbinə aid deyil. Burada mən yazmışam. Hə, 20-də heç nə yazmamışam. Deyir, sosial münasibətlər zehni inkişafa müsbət təsir edir.
eləyir, düzdür? Ha, deyil, hə. Yox, heç nə yazmamışam heç. Mhm. Uşaqlar bilikləri daha təcrübəli birindən öyrənir, düzdür? Bəli. Öyrənmədə nitqin ünsiyyətin rolu böyükdür. Da düzdür. Elə ünsiyyətdir də orada əsas rol oynayır. Düzdür. Yəni Oyun əsaslı öyrənmədən istifadəsi məqsədə uyğundur. Bu da Cavab Piaget'in orta fikri. çıxıbdır, amma mən çıxıb, sadəcə onu başa düşmədim o cümlə nədir ki, 100 şagirdlərdə inkişaf etmiş səriştələri ortaya çıxarır. Yəni orada o mənada sonra başa düşdüm ki, yəni inkişaf eləmir, orada öyrənir də, yəni Ay nəsə ortaya sağ, bəli. çıxarır. Bəli, bəli. Orada sadəcə uşaq zəifdir. Hələ mən yanında da dəstək verən var, hələ öyrədir buna. Dəstək verir. müəllimə 24-də da bir dənə baxmışam. Baxaq. Aşağıdakı fikirlərdən hansı Kotskinin sosial inkişaf üçün neçə? Nə oldu? Nəzəriyyəsinə aiddir. Elə kimsə nəsə dediyi ona görə. Hə. 24-də mən yazmışam müəllimə cavab çıxıb C variantı. Aiddir. Hə, şagird böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Y variantı yiz şagirdin müstəqil şəkildə fəaliyyətini təmin etmək üçün əsas strategiyadır. Yiz belə bu siz nəyə görə? Yizdə kimsə dəstək olur da müəllimə. Amma Yəni olduğu strategiya yerdən deyil olmalı olduğu axı. yerə. Hə, Düz strategiya. deyirsiz. Strategiya onun içində baş verir. Strategiya scaffoldingdir. Yiz strategiya deyil. Yiz öyrənmə mühitidir. Scaffolding onun içindədir. Yəni onun həmin öyrənmə mühitinin içində sənə bir dənə də dəstək verən var. Belə bir mən oturmuşam dərs öyrənirəm. Mənəm təkcə oturmuşam, başa düşmürəm. Öyrənmə mühitidir də bura. Biri də gəlir mənə burada dəstək verir. Həmin öyrənmə mühitinə daxil olur, mənə dəstək verir. Dəstək verən scaffoldingdir. Strategiya sözü də scaffoldinga aiddir. Çünki scaffolding strategiyaları var idi. Nə bilim, çətindirsə sadələşdir ver. Mətn içində uşağın başa düşmədiyi sözlər varsa əvvəlcə sözlərin izahını ver və s. Yəni belə bir strategiyalarla uşağa dəstək olurdu. Hə, yəni strategiya deyil, strategiya scaffoldingdə olur. Ona görə bu səhvdir. C variantı müəllimə. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Hə, bu cümlə əzbərçi cümlədir. Yəni nəzəriyyədə bir qayda olaraq yazılıb ki, böyüdüyü cəmiyyət sosial inkişaf nədir? Biz dedik axı, uşaq ay sağ ol, ünsiyyət zamanı, birgə fəaliyyət zamanı öyrənir. Bəli. C düzdür. Müəllimə 23-ə baxa bilərik. Aşağıdakı fikirlərdən hansı Vygotskin sosial inkişaf nəzəriyyəsinə aid deyil? Bunu da yazmamışdım. Yuxarı təfəkkür səviyyəsində həm tənqidi, həm də yaradıcı təfəkkürün xüsusiyyətlərini görmək olar. Sonra B-də bu düzdür də? Aiddir. Hə. Yox, deyil. Bizə Düzdür, aiddir düzdür. istəyir. Bu aid 23-ə deyil, baxın yəni. da. Yuxarı təfəkkür səviyyəsində həm tənqidi, həm də yaradıcı təfəkkürün xüsusiyyətlərini görmək olar. Bu düzdür, amma Hə, ona aid, Vygotskinə aid deyil. bəli, Vygotskinə aid deyil. Şagirdləri tərifləyən zaman onların şəxsi keyfiyyətlərini vurğulanması, akademik nəticələrin davamlı şəkildə bu da ona aid deyil. Qiymətləndirmə şagirdin öyrənməsini təmin edən açar məqamdır. Qiymətləndirmə şagirdin öyrənməsini təmin edən açar məqamdır. Belə bir şey keçmişik Vygotskinə. Xeyr, Xeyr. aid deyil. Bəli. Məqsədyönlü öyrənmə üçün tələb olunan əsas şərt şagirdin marağıdır. Düzü bunu fikirləşdim ki, marağı ona görə götürmədim burada variant. Yox, yenə burada da şagirdin marağını nəzərə almırıq axı. Şagirdin marağı differensial təlimdə nəzərə alınır. Onda elə E-dir də cavab. Uşaqların bir-biri ilə ünsiyyətinin onların nitq qabiliyyətinin inkişafında yeni konsepsiyaların öyrənilməsində rolu mühümdür. Bəli, bax görürsün nitq qabiliyyəti, ünsiyyət, dilin inkişafı hamısı Vygotskində deyilən, yəni əsas açar söz. Hətta nə demişdik? Vygotskin deyirdi ki, dil əsas vasitədir. Dil yəni ünsiyyət. Bəli. Getdik. 29. 29. Nəhayət ki, çatdıq ora. Uyğunsuzluq. Mənim bu cədvəllər başımın bəlasıdır. Deməli, birdə deyir ki, uyğunsuzluq istəyir, birdə deyir ki, Vygotskinə görə uşaq ətrafı özü kəşf etdikdə onda zehni inkişaf və öyrənmə baş verir. Bu düzdür. Necə?
Bir dəqiqə. Nə deyir? Uşaq ətrafı özü heyvan, onda zehni inkişaf öyrənmə baş verir. Yox, Özü kəşf etdikdə. Bunu kim deyirdi? o Piaget ayındırdı. Ay sağ ol, deməli səhvdir. Bir səhvdir. 2-də deyir ki, sosial inkişaf nəzəriyyəsinə əsasən öyrənmə prosesində müəllimin rolu şagirdə bələdçilik etməkdən ibarətdir. Sosial inkişaf nəzəriyyəsinə əsasən öyrənmə prosesində müəllimin rolu şagirdə bələdçilik etməkdən ibarətdir. Düzdür də scaffolding eləyir. Ay sağ ol, düzdür. 2 ayışdır. 3-də deyir ki, Lev Vygotsky'yə görə sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Bu düzdür, yanlışın altında yerləşir. Sonra 4-də deyir ki, yaxın inkişaf zonasında şagird qoyulan hədəfə müstəqil şəkildə çatmaqla inkişaf edir. Bu yanlışdır. Mənim uyğunsuzluq istəyir, mən uyğun olanları götürmüşəm deyə səhv olub. Onda A variantıdır da. Siz həmişə elə bil ki, belə elədiniz, işlədiniz, qutardınız. Bir də qayıdın şərtə ki, baxın dəqiq mənə uyğun, yoxsa uyğunsuzluq. 2-3 dəfə baxın. Sonra gedin cavabı seçin. Bəli, A variantı düzdür. Çünki bilirsiniz, prosta o şeyi çaşdırırsınız deyə səhv cavab götürürsünüz. Ürəyiniz partlayar imtahanda elə olsa. 29-dan sonra 33. Alım. Aha, 33. Şagird vurma ilə misalları həll etməyi çox sevir. Lakin 7 və 8 vurmada bir çox hallarda səhvlər edir. Müəllim şagirdə toplama üzərində vurmanı izah etdikdən sonra mövcud problem aradan qalxır. Verilən situasiyada hansı cavab doğrudur? Mən 33-ə yazmışam B, cavab çıxıb D. Piagetə görə şagirdlər idrak inkişafının formal əməli mərhələsindədir. Vygotsky'yə görə şagird yaxın inkişaf zonasındadır. Rami müəllim, mən Ən azından burada Vygotsky'dən söhbət gedir. Bəli. Yəni onu seçməliyik. Tamam. Xatirə xan məndən çox yaşamaq istədiyinə görə məni qabaqladı. Tam olaraq onu deyəcəkdim ki, ən azından mövzu sınağıdır da. Yəni başa düşməsək belə deyərik ki, yəqin ki, daha Vygotsky nəzəriyyəsidir deyə cavab olar. Rami müəllim sus deyir, daha heç sizə sözüm yoxdur deyir. Deməli, burada nə idi məsələ? Vurma ilə misallar həll etməyi çox sevir, amma 7 və 8 vurmada səhvlər edir. Müəllim şagirdə toplama üzərindən vurmanı izah etdikdən sonra, sadələşdirdik, qayıtdıq toplamaya. Sonra mövcud problem aradan qalxır. Yəni, həm də dəstək verən var mənə, müəllim. Deməli, bu Vygotsky'dir. Siz nə götürmüşdünüz? Bilmirəm mənim. Tamam, getdik. Bitti burada. Qaldı Zeyn müəllimə. Burada səvindim. Demək istəmir. Ay Allah. Dəstəkləyici miti pozdum. Səhifə 194. Kolbek. Karl Dweck verməmişəm. Dedim deyə son asaqdır, o neymişsiz? Yazmışdım. Onu keçən dəfə verdiniz müəllim. Bəli, yazmışdım. Kolberg. Kolbekdə mənim səhvim yoxdur. Ona görə bu nəzəriyyə yaxşıdır. Allah, qəşəng. Kolbergdən çox tez-tez olur ki, mega sual düşür. Məndə də səhv yoxdur, məndə burada. Bir dənə məndə 3 var. 3. Uyğun gəlməyən maməyə baxmışıq. Yəqin ki, yox. Mən C götürmüşəm. Deməli, insan mənəvi inkişafı onun idraki inkişafı mövcud mərhələsində birbaşa asılıdır. Baxın, belə deyim, sualda nə istəyir bizdən? Mənəvi inkişaf nəzəriyyəsinə aid cümlə, belə deyim, amma aid olmayan cümlə istəyir. Çünki uyğun gəlməyən deyir. Siz gedib uyğun gələni götürmüsünüz. Ora baxmamışım onda. Bir çıxıb, deməli, mənəvi inkişaf dedikdə liderlik və inandırıcılıq qabiliyyəti nəzərdə tutulur. Burada yoxdur, mənəvi. Aysa, liderlik, inandırıcılıq hansı nəzəriyyədə idi? Liderlik. Svayli məkan vizual verbal linguistik oradaydı mənim şəxslər arasında. Liderlik var idi orada. Var idi, amma o deyil. İnandırıcılıq falan. Sosial bacarıqlar. Hayf, hayf. Elə Vygotsky'da sosial bacarıqlar. Yox, Allahım. Onu demək istəyirsiniz? Yox, onu demək. Deyən ki, vermişəm, Daniel Goleman'ı vermişəm evə.
Deyil. Garner verib, Garneri verib. Olmanda verməmisiniz. Vermişsən hələ biləm. Yox. Səhifə 318 o deyil, hansıdır? Yo, o Qanyedir. Hə, onda verməmisiniz. Hə. Onda onun gələn dəfə yaxşı öyrənərsiniz. Müəllimə, O var Daniel bana burada Goleman. şəxslər arasında liderlik var, inandırıcılıq bacarığı var bana Gartnerdə. Dana müəllim. Var da ya. Ay Allah'ım ya. Yo, bir dəqiqə. Bir dəqiqə hansı variant idi? Mənim bax liderlik, inandırıcılıq qabiliyyəti sırf Daniel Goleman nəzəriyyəsinə aiddir. Bəli, şəxslər arasında liderlik etmək istəyir, çünki o manipulyasiya etmək istəyir, göz önündə olmaq istəyir. Amma münasibətlərin idarə olması Daniel Goleman nəzəriyyəsində sosial bacarıq, açar sözləridir. Sosial bacarıq, yəni dinləmə, ünsiyyət, əməkdaşlıq, liderlik, inandırıcılıq. 5-6 dənə açar sözü var idi. Bu da ikisi burada yazılıb. Bu özüm gəlmədi. Nəysə, getdik. Bir daha da 15'e baxaq. Baxaq. 15'te mi? 15. Aha, 15. Yuxarı sinif şagirdi imtahanda köçürmə təklifi alır və tərəddüd edir. Müəllim bu mövzunu yalnız qadağandır səviyyəsində saxlamır. Dürüstlük, məsuliyyət, ədalətli qiymətləndirmə və qərarların uzunmüddətli nəticələri barədə siniflə müzakirə aparır. Mən orada D götürmüşəm. Müəllim izah edir ki, dürüstlük, etibar və məsuliyyətlə bağlıdır və bunun uzunmüddətli təsiri var. Oxumamısınız bu maməni? Aid İkinci səhviniz maməyə görə da, bax imtahanda ən böyük hiylə. Olmayan. Olmayan, bəli, xahiş edirəm. Bundan sonra ümumiyyətlə imtahanda da o şərtə 2-3 dəfə baxın. Baxın, birdən də bəlkə insanam, həyəcanlanaram, gözüm səhv görə, hər nədirsə, həyəcandan fikir vermərəm və yaxud da lap fikir vermişəm, amma sonda bir də o cavabı ki nişanlayacaqsınız, bir də şərtə qayıdın ki, olan, olmayan, uyğun gələn, gəlməyən, doğru mu, yanlış mı, uyğunluq mu, uyğunsuzluq mu? Mütləq, diqqətli olun. Bildiyiniz şeyi səhv yazanda adama lap təsir edir. Hə. Yəni olmayan. Görək nətər. Müəllim deyir, kim köçürsə, dərhal o yazıram. Sıfır Və yazıram. səbir, ədalət və nəticələr barədə heç bir müzakirə aparmır. Cümlələr belə qəlizdir, adam başa düşmür burada. Nə Baxın, demək? deyim mən sizə, deyir ki, yuxarı sinif şagirdi imtahanda köçürmə təklifi alır və tərəddüd edir. Müəllim bu mövzunu yalnız qadağandır səviyyəsində saxlamır. Dürüstlük, məsuliyyət, ədalətli qiymətləndirmə və qərarların uzun müddətli nəticələri barədə siniflə müzakirə aparır. Bizdən deyir ki, bura aid olmayan cavab istəyir. A-da deyir ki, müəllim deyir, kim köçürsə, dərhal sıfır yazıram və səbəb, ədalət və nəticələr barədə heç bir müzakirə aparmır. Bu aid deyil də, bəs axı burada deyir ki, müəllim bu mövzunu yalnız qadağandır səviyyəsində saxlamır. Dürüstlük, məsuliyyət, ədalətli qiymətləndirmə haqqında müzakirə aparır. Burada da deyir ki, ədalət barədə müzakirə aparmır. Bizdə də deyir ki, aid olmayan, bu aid deyil. Burada deyir aparır, burada deyir aparmır. Yəni A yanlışdır. Getdik. 16 müəllim. 16. 16 yoxsa 6? 16 müəllim, 16. 16, hə. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarından birini köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək və sinifdə qarşılıqlıq yaranacaq. Situasiyada xüsusi işarələnmiş hissəni dəyişsək deyir, cavab məndən tərəf və cəza mərhələsində aid olar. Mən 16-ya açığı deyə yazmışam müəllimə, cavab çıxıb. Əgər köçürsən, müəllim səni tənbihləyiəcək. Cavab nə çıxıb? D çıxıb. Elə hə, bu çıxıb. Əgər köçürsən, sənə görə bütün sinif cəzalanacaq. Mən A yazmışam müəllimə. Aha, bütün sinifə görə səhvdir də onda. Bu deyir ki, digər şagirdləri köçürməyə cəhd edəcək və sinifdə qarışıqlıq yaranacaq. Əslində burada biz nəyi görürük? Səlahiyyət sosialı görürük. Sonra deyir ki, situasiyada işarələnmiş, yəni qara hərflərlə verilmiş, deməli, hissə deyir, elə ki, itaət cəzaya aid olsun. Düzdürmü? A variantı olacaq da onda.
Yox. Əgər köçürsən müəllim səni tənbihləyəcək. Düzdürmü? İtaət Bəli. cəzada nədir? İnsanın özü ilə. Sən köçürsən, sən cəzalanacaqsan. Yəni sən köçürsən, müəllim səni tənbihləyəcəkdir, cəza verəcək. İtaət cəza mərhələsi. Amma ada bütün sinifə görədir. Bütün sinif bəli cəzalar demişdik axı itaət cəza ilə individualizm ancaq fərdi özünə aiddir. Ha. 22-yə də bir dənə baxaq. Müəllimə 20 idi məndə. 20. Səlahiyyət və sosial nizamı qoruma mərhələsinə aiddir. Hər hansı bir hadisəni mühakimə edərkən öz mövqeyindən deyil, cəmiyyətin mövqeyindən çıxış edir. Aha. Elə bu da Mən bunu qəbul olunma kimi bildim, ona görə Yox, desək ki, cəmiyyətin gözləntilərinə görə hərəkət edir. Yəni ki, cəmiyyət nə düşünər deyə hərəkət edir. Amma bəli, amma bu sırf onun əzbərçi cümləsidir ki, elə qaydası deyək də, əsas qaydası öz mövqeyindən deyil, cəmiyyətin mövqeyinə hamı əməl eləsin. Nizam, intizam, xaos olmasın. başa düşdüm. Mən 32-ni yazmamışam. Elə bilirdim burada yoxdur ki, 32-ni yazmamışam. Boş qalıb. Tamam, indi baxaq. Var bundan sonra 22-yə baxaq bir dənə. 22. Müəllim dəhlizdə qaçmağın qadağan olduğunu izah edir. Aşağıdakı ifadələrdən hansını seçsə izah tərzi Kolbergin itaət və cəza mərhələsinə olan şagirdə daha uyğun olar. Deməli, mən burada A-nı götürmüşəm, amma Y çıxıb. Dəhlizdə qaçsan, dərhal xəbərdarlıq alacaqsan və yenə etsən, səni yenə cəza veriləcək. Baxın, gəlin belə eləyək də. Gəlin belə eləyək. Dəhlizdə qaçmasaq, hamı məni tərifləyəcək və Qəbul olunur. yaxşı müəllim kimi tanıyacaq. Hə, bu nə oldu? Qəbul olunma. Hə, B nədir? Mən sizə icazə verirəm. Siz də mənə gələn dəfə kömək edər. İndividualizm. Ay, sağ ol. C nədir? Bu qayda hamının təhlükəsizliyini qorumaq üçün ədalətli razılaşmaqdır və lazım olsa yenilənə bilər. Bu sosial müqavilə, yoxsa Bəli, düzdür. qaydaya əməl etməliyik, yoxsa məktəbdə nizam pozular və sintez işləməz. Səlahiyyət. Sosial. Hə, səlahiyyət və sosial. Bəli. Dəhlizdə qaçsan, dərhal xəbərdarlıq alacaqsan və yenə etsən cəza veriləcək. Bu onda itaət cəzadır, hə? Bəli, o itaət cəzadır. Müəllimə bir söz soruşmayıb. Bu cümlədən bir şey yadıma düşdü. Deyirik dəhlizdə qaçmağı. Orada dəhlizdə qaçmayın kimi biz gözlənti qoyduq, yoxsa prosedur idi. Dəhlizdə qaçmayın. Hə, yox, gözlənti qoyuruq əvvəlcə. Əməl etməyəndə qaydaya çevirəcəyik. Hə, dəhlizdə qaçmayın gözləntidir də. Yoxsa bizdə nə? Qaçmayın demirik də, mamə olmaz. Nə deyirik? Məsəl üçün dəhlizdə və yaxud da sinifdə yeriyirik. Hə, o gözləntidir də onda. Bəli. Daha sonra 37-yə kimi var. 36-nın 32. 32. Aha. Şagird, bunu keçən dəfə də yazmamışdım. İndi yadıma düşür ki, şagird sinif nümayəndəsi seçilmək üçün müxtəlif edilməyəcək vədlər, sözlər vermişdir. Əsas seçilim onsuz da edən deyiləm deyə düşünən şagird Kolbergə görə mənəvi inkişafın hansı səviyyəsini öyrənir? İndividualizm olur da burada. Mən niyə deyirəm ki, individualizm o deyildi ki, kim nəsə eləyirsə, mən yəni qarşılığı eləmək o mənada, yəni qarşılıq Məsələn belə deyim də, deputat seçilmək istəyir, gəlir məktəblərə belə eləyirik, qarşıdan deputat seçkiləri gəlir. Əgər məni seçsəniz, bütün məktəbi kompüterlə təmin edəcəm. Seçirsən, bir dənə də kompüter yoxdur. Deyir, əşinəyimə gəl, bir dənə məni seçsinlər, yəni öz şəxsi marağını düşünür adam. O baxımdan, bəli. Daha sonra
36 müəllim. Müəllim Hainzin hekayəsini danışdıqdan sonra şagirdə suala müraciət edir. Hainzin yerində olsaydınız nə edərdiniz? Şagird cavab verir. Sevdiyim insanı itirmək istəmədiyimə görə Hainzin etdiyini edərdim. Deməli, hansı mərhələni soruşur. Burada 36-da çıxıb B. İndividualizm İndividualizm ona olacaq. görə ki, yəni özü Sevdiyim itirmir. insan. Yəni özü əzab çəkəcək, özünə pis olacaq deyə onun Aysa, səsi. bəli, sevdiyim insanı itirmək istəmədiyim üçün, bəli. Hə, özünü düşünür də. Hə. Bəli, bəli, bəli. Hə, başa düşdüm. Bitdimi? Ahmet'in 37 dedi. 37'den sonra 40. 37. Universal etik prinsiplərə aid olanı seçin. Olanı. Çox sağ olun, başa düşdüm. Çox gözəl. 40. Bəli, müəllim. İki şagird eyni situasiyada eyni davranışı seçir. Tapdığı telefonu sahibinə qaytarır. Müəllim onların mənəvi səviyyəsini qiymətləndirmək istəyir. Kolbergin yanaşmasına görə müəllim düzgün nəticə hansıdır? Mən yazmışam, deməyim yazdığımı. Eyni davranışı seçdiklərinə görə onların mənəvi inkişaf mərhələsində mütləq eynidir. Cavab C variantı. Eyni davranışı seçir, tapdığı telefonu sahibinə qaytarır. Mənim olan mənəvi səviyyəsinə. Aha. Mənim Mən burada A yazmışam. Eyni qərar. Siz A yazmısınız. Eyni davranış seçdiklərinə görə Bəli. onların mənəvi inkişaf mərhələsi mütləq Eyni eynidir. situasiyada eyni davranışı seçirlər ki, burada eyni davranış seçilir, onda mənəvi inkişaf Biri mərhələsi ola bilər ki, itaət qəzaya görə, biri ola bilər ki, nəyəsə görə. Eyni qərar fərqli əsaslandırmalarla verilə bilər. Mərhələ müəyyən edən əsaslandırmanın məntiqidir. Bəli, düzdür. Aysel, yəni düzgün yəni izah verdilər ki, o demək deyil ki, o bütün qərarlarda elə hamısı bunlarda eyni olacaq. Ola bilər ki, bəzi düşüncələrdə fərqli ola bilərik. O başqa yolu seçər, mən başqa yolu. Biri cəzanın qorxduğuna görə, biri cəmaət nə deyər, qəbul olunmaz. Aysel, bəli. Necə başa düşmədim? Qəbul olunmağın başa düşdüm, yoxsa başa düşmürəm. Biri qorxduğundan verir ki, verməsəm cəza alaram, nəsə də oğurluq kimi. O birisi də ki, qəbul olunmaq ki də hamı qəbul etsin ki, nə yaxşı adam da belə. Halal deyə indiki dövrdə belə adam tapmaq az olur. Bildim. Bu cür düşünsünlər onun haqqında. Başqa nə vermişdik? Qanye. Səhifə 200. Aha, bu da Qanye. Baxaq görək, deyin. Qanye'də heç sevmirəm nəsə. 6 mən. Halbuki ən asandı bu deyə əzbərçidir. Nədirsə odur. Heç belə məntiq, baş işlətmək. Mən sevmirəm də əzbərçidir. 6. 6 dediniz də? 6. Müəllim mövzunu dərsin məqsədinə uyğun seçir və şagirdlərin öyrənmə tərzini nəzərə alaraq müxtəlif üsullarla, məsələn, video, əyani, nümayiş, mühazirə və s. təqdim edir. Bu zaman öyrənmənin hansı addımı həyata keçirir? Mən B yazmışdım, cavab çıxıb E. Bilik və bacarıqların tətbiqini təmin etmək, cavab da çıxıb dərsin mövzusunu təqdim etmək. İndi bir dənə söz deyim. Bilik bacarıqların tətbiqini təmin etmək. Aha, deməli kim tətbiq edəcək? Şagird. Aysel, çünki müəllim təmin etsə şagird tətbiq. Bəli. Bəli, necə ola bilər? Aydın oldu mu? Dərsin mövzusunu təqdim etmək. Bəli. Getdik. 8. 8. Aha. Müəllim dərs zamanı obrazlar xəritəsindən istifadə edir. Məqsədi şagirdlərin səmərəli nəticə əldə etmələri üçün bilik və bacarığa yiyələnmələrini dəstəkləməkdir. Bununla bağlı verilənlərdən hansı doğru hesab edilə bilər? Müəllim şagirdləri motivasiya etməyə çalışır. Yox. Müəllim şagirdlərin öyrənməsini təmin etməyə çalışır. Olar. Bəli, elə budur. Görürsüz, deyir ki, bilik və bacarığa yiyələnmələrini dəstəkləyir. Yəni, istəyirəm bilik bacarıq yiyələnsin. Necə istəyirəm? Öyrənmələrini təmin edərək. Obraz xəritəsindən istifadə edir, təmin edir, belə o mənada. Getdik.
Mən bəlkə Afət xanıma bu sual neçənci dəfədə verirəm, amma yenə də yadımdan çıxır. Siz MİQ idi, sertifikasiya? MİQ idi müəllimə. Bilirdim MİQ deyəcəksiniz, amma nə tərsə mən sizə həmişə sertifikasiya bilirəm. Nətər yazacağam müəllimə? Heç bilmirəm. Bilmirəm, yazmalısınız. Amma Afət xanım pis deyilsiniz axı, yaxşısınız. Nə bilim müəllimə. Sertifikasiya olsaydınız əlasız. Sertifikasiyaya görə vəbşi sertifikasiya yazacaqdınız. Amma MİQ-ə görə də yaxşısınız. Bir neçə gün qalıb deyəndə lap adım həyəcan basır. Yəni biraz daha özünüzü Arasında bir 7-8 mövzu var. O deyək ki, biraz onlarda çətinliyim var. İndi götürək də həmin deyirəm ki, oturub onları dərindən öyrənim. Bəli, mütləq. Mütləq. Bax, harda çətinliyiniz var, onun üstünə düşün. Belə çətinliyim o qədər yoxdur, yəni anlayışım var. Aha. Əla. Getdik. Oxuyun. Müəllim sinifdə Abdullah Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının Qoğal tamaşasının afişasını nümayiş etdirir. Sonra şagirdlərə suallarla müraciət edir. Sizcə gördüyünüz afişa tamaşa haqqında hansı maraqlı məlumatları bildirir deyə sual ünvanlayır. Bununla bağlı verilənlərdən hansı doğru hesab edilə bilər? Müəllim şagirdlərin mövzunu nə dərəcədə anladıqlarını müəyyən etməyə çalışır. Bu olmaz da müəllim olmaz. Anlamağı yoxdur da, bu olmaz onda. Hansı olmaz? Bəli. Nə dərəcədə anladıqlarını müəyyən etməyə çalışır. Niyə olmaz dediniz? Onlar da özünü nə dərəcədə anladığını müəyyən etməyə çalışır. İndi belə bir şey deyim də. Baxın, nə zaman çalışır müəllim uşağın anlamasını nə zaman yoxlayır? Dərs keçəndən sonra. Axırda hansı mərhələdir? Refleksiya. Ay sağ ol. Burada nə deyir? Deyir ki, sinifdə Qoğal tamaşasının afişa, video, slayd və sair və Bu da axır. həm də cəlb etmə motivasiyada olur. Bəli, ona görə A, bəli, olmaz. Cavab burada nə çıxıb? Neçəncidir? 10-cu. Ona yer çıxır. Bilməmişəm nədir. Hə, cavab müəllim şagirdlərin diqqətini dərsə cəlb etmək üçün belə bir üsulda, elə budur. Bəli. Getdik. Ondan sonra 18-ə kimi var. 16 var məndə bir dənə. 16, 18 elə 16. Deməli, öyrənmənin addımlarını onların təsviri ilə uyğunlaşdırın. Əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Bu, deməli, öyrəniləcək bilik və bacarıqları şagirdlərə bildirmək. Yox. C. Şagirdlərin fəaliyyətini dəstəkləmək. Bu olar. Niyə? Stimullaşdırmaq. Hə, siz elə biləm ümumi C variantı deyirsiniz. Bax, əvvəlki təlimdə qazanmış bilik bacarıqlar stimullaşdırmağa nə gedə bilər? Bax, öyrəniləcək bilik bacarıqlar şagirdlərə bildirmək. Praktik məşğələ. Şagirdlərin fəaliyyətini dəstəkləmək olar da müəllimə, elə olmaz? Düz deyil müəllimlər. Yox. D variantından gəlmir ki, bir amma. Əvvəlki bilikləri ilə bağlı sual vermək. Bəli, D olacaq. Daha sonra 2B olar da müəllim, praktik məşğələ. Bilik və bacarıqları bəli, praktik məşğələ düzdür. Əks əlaqə qurmaq, öyrədiləcək bilik bacarığı şagirdlərə bildirmək. Yox, şagird, oyda, bu nə olur mən? Fəaliyyətini dəstəkləmək olur. Bəli, C getdi əks əlaqə, dəstəkləyirəm də fəaliyyətlərini, istiqamət verirəm. Belə A-dır, 4-dür. 4-dəki şagirdlər təlim nəticələrini elan etmək. Əvvəlcədən bildirir. Vəzifələrini bildirmək. Hansı variantı idi? A, hə. A, bəli.
A Deməli, variantı getdik. D, burada. B, C, A. Yox, D, B, D. C, A. B variantı. Getdik başqa. 19. 18, hə, ikisi də 18, 19 məndə də səhv. 18. Tarix dərsində Azərbaycan xanlıqlar dövründə bölməsini tədris edib bitirdikdən sonra müəllim şagirdlərə evə qrup işi olaraq tapşırıq verir. Azərbaycanın şimal və cənub xanlıqlarının daxili və xarici siyasətindəki oxşar cəhətlər mövzusunda təqdimat hazırlayın. Verilən situasiyada Qani nəzəriyyəsinə əsasən öyrənmənin hansı addımı reallaşdırılır? Mən yazmışam. C yazmışam. Niyə? Baxın, deyir ki, hara verdi bunu? Dönbə tədris edibsən, sonra evə verib. Ev tapşırığı Möhkəmləndirir hansında? də. Bəli, Möhkəmləndirir. informasiyanı möhkəmləndirmək ev tapşırığı idi. Hə, bu ev ola bilməz. 9-cu addım idi lan müəllim. Bəli, bəli, 9-cu addım idi. Daha sonra 19. oxuyun. Biologiya dərsində toxumlu bitkilər bölməsini tədris edib bitirən müəllim şagirdlərə sonda bölməyə dair layihə işi tapşırır. Verilən situasiyada Qani nəzəriyyəsinə əsasən öyrənmənin hansı addımı reallaşdırılır? Mən B yazmışdım. Bir dəqiqə tapım Layihə düzəltəcəm. 9-cu addımda. Möhkəmləndirmək D yəqin ki. Layihə sözü, bu layihədir. Nə bilim, Essedir. essedir, bəli. Sonra ümumiləşdirici tapşırıq, təkrar və s. Bunların hamısı ev tapşırığıdır. Yəni informasiyanı möhkəmləndirmək. Çünki daha çox vaxt tələb edir də 45 dəqiqə çatmırlar. Müəllimə bir söz soruşum. Bu layihə deyirik axı evdə layihə olur ki, sinifdə layihə olurdu. Bir də ümumilikdə o layihə əsaslı demişdik. Bura evə layihənin nə əlaqəsi var? Dərsdə layihə də evdə olur. Layihə əsası təlim modeli 1 ilə yaxın uşaqlar məktəbdə yatıb Onu durur. bildim. Bu evdə layihə üçün fikirləşdim ki, evdə yəni nə layihə verəsiz ki? Dərsdə layihə bəs odur da, həyat bilgisinə məsələn tapşırıq verir ki, gedin bunu düzəldin. Uşaq gələn dəfəki dərsə qədər hazırlayıb gətirir ev tapşırığı. Mən onu elə bilirdim ki, ancaq 45 dəqiqəyə kimi hasil eləməlidir. Yox, dərsdə layihə o demək deyil, dərsdə düzəldir. Yəni ki, mən bu gün dərsi izah edirəm, məsələn, insan orqanlarını keçmişəm, deyirəm ki, uşaqlar, gələn dəfəyə qədər, yəni gələn dərsə qədər ağciyər modelini düzəldin, gətirin. Olur dərsdə layihə. Bəlkə bax bu gün dərs keçdi, sabah yenə dərsi var o sinifin. Olur ki, elə mənim. Bir gün düzəldə bilər ki. Olar, bəli, o da ola bilər. Verirlər də, o qədər verirlər, uşaq yazıq gecəyə kimi yatmır, valideyn də onunla bir yerdə. Düzəlt ki, düzəldəsən. Getdik. Bildim mən, onu indi bilirdim. Dərsdə layihə evdə olur. Ona görə gündə insan bir şey öyrənir. Bəli. Getdik. 19-dan sonra. 22. Təlim məqsədləri ilə müqayisə aparmaq. Qaniyenin öyrənmənin səmərəli təşkili üçün təklif etdiyi hansı addıma aid edilir? Heç nə yazmamışam burada. Aha. Təlim məqsədləri ilə müqayisə. İndi çatdım. Aydın oldu mu? Bəli. 28-ə kimdəsə varsa buyursun. Sonunda 28. Yoxdur. 28. Qaniyenin öyrənmənin şərtləri nəzəriyyəsində dərsin mövzusunu təqdim etmək addımından sonra növbəti addım. Nə yazmışam? Öyrənməni təmin etmək. Bu əzbərçidir də. Deyir ki, dərsin mövzusunu təqdim et. 4-cü addımdan sonra 5-ci addım, bəli, öyrənməni təmin etməkdir. Bu 5-ci addımdır. Dərsin mövzusu isə 4-cü addımdır. Başa düşdüm. Bitdi mi burada? MHM keçərəm. Bu bitdi. Keçdik MHM-ə. Tamam. Deməli, MHM hardasan? Burada. Qadleri vermişdiniz də müəllimə? O keçən dəfə deyəsən. Belə deyildi?
Bəli, müəllimə, keçən dəfə Yəni, mən də istəyirəm, suallar tanış gəlir. Deyirəm, Əsas Allah bu hansısa 566-nı işimi gəldi. bəli, İstəyirəm müəllimə tamam vermiş. da. Keçənlər. Hə. İndi deyin, neçə vermişəm Haşimdən? 19. 9. 19. 19 olar. Ürəyim düşdü ki, biz elə 9-dayıq. 19 150 səhifə. Deməli, qayıtdıq dala. Neçə dənə vermişəm? Bir dənə. Yəni Bir dənə. Deməli, niyə bir dənə vermişəm ki? Yəqin nəzəriyyə çox olur. Hara getdim? Hə, deyin. 1 2. 2. 1 2. Aha. Əslində bir düşməyəcək sizə, amma yenə də baxaq istəyirsiniz. Düşmürsə niyə baxaq? Başımızı yorur. Çıxarıblar çərçivə sənədindən. Heç çıxarmamışdan qabaq da düşmürdü. Hepsi onda başımızı yorur. Tamam, onda getdik 2-yə. 2. Məzmun xətləri haqqında deyilən doğru fikri müəyyən edin. Məzmun xətt, bunu içinə yazmamışam yenə. Məzmun xətləri fənlərin məzmunundan asılı olaraq dəyişmir. Bizdən doğrunu istəyir. Bəli. Məzmun xətləri fənlərin məzmunundan asılı olaraq dəyişmir. Aha, kim bunu izah verər? Nə deməkdir bu? Fənnin məzmunu dəyişmir də, həmişə eyni olur. Tamam, dəyişmir. Amma amma Burada da başqa dəyişməyəcək, fənlərin hə? məzmun xətti var da müəllimə. Aha, Başqa ay sağ, fənlərin məzmun bəli. xəttləri var. Onlar hərəsi bir cür olur da. Eyni məzmun Bəli. xətti olmur. bəli. Və burada yazır fənlərin məzmunundan asılı olaraq Bunlar dəyişmir. eyni Xeyr. götürür. Elə bil ki, burada fəni töv götürür, ona görə olmur. Hər fənin öz məzmun xətti olur. Bir fən olsaydı amma düzgün olacaqdı da müəllimə. Yəni hansısa Həm də Haklısın. belə bir şey deyim də, fənnin məzmununa görə ümumiyyətcə məzmun xətti fənnin məzmununa görə dəyişmir demirik də. Məzmun xətti nədir? Bacarıqlar. Məsələn, fən var ki, 3, 4, 5 məzmun xətti var da. Yəni o fənnin bünövrəsidir. Məsələn deyirəm də, Azərbaycan dilinin oxu məzmun xətti var və ya da yazı məzmun xətti var. Bəyəm yazı məzmun xətti Azərbaycan dilində yazı nə qədər çətinləşirsə çətinləşsin, ona görə dəyişir və ya da dəyişmir. Yox, bu sadəcə fənnin belə deyim də bünövrəsidir. Fən bunun üzərində qurulub. Ona görə dəyişmir. Burada məzmun yazıb, məzmun sözü düz deyil. Getdik, yəni bu səhvdir. B-yə baxaq. Sonra dəyişir. Bu da səhv Məzmun fikirdir də. xəttləri nasıl olaraq dəyişir? Bu yox müəllimə, mürəkkəbləşir bu. Get-gedə mürəkkəbləşir. Mən özür hesab eləyin, sualın izahını. Hə, məzmun xəttlər sinifdən asılı olaraq dəyişir, dəyişmir heç vaxt. Heç vaxt. Mürəkkəbləşir sadəcə. Məzmun xətləri əsas və alt standartlara nisbətən daha xüsusi anlayışdır. Aha, daha xüsusi, yəni belə deyim, alt standart daha xüsusi anlayışdır da. Çünki alt standart mövzudur. Bilik bacarıqda belə deyək. Məzmun xətti o boyda fənnin deyirəm bünövrəsidir. Deməli Mürəkkəb daha anlayış. ümumi anlayışdır, mürəkkəb anlayışdır, bəli. Məzmun xətləri müəllimin təlim fəaliyyətinin istiqamətləndirilməsinə imkan verir. Bəli, bizə bir yol göstərir, bir xəttdir. Biz o xətt üzrə gedirik. Yəni bizə bir yol göstərir və biz o xətt üzrə gedirik. Bəli, bu doğrudur. Fənlərin məzmunundan asılı olmayaraq məzmun xətlərinin sayı eyni olur. Səhvdir. Məsələn, Nəsi var, Azərbaycan beş dilinin dənə? 4 məzmun xətti var. Amma Əvəzində var 5 riyaziyyatın olur, 3 olur. bəli, riyaziyyatın 5 məzmun xətti var. İndi Aysel xanım sizin ixtisasa görə dedim. Bəli. Demək ki, eyni deyilmiş. Aha, bu da belə. Sonra getdik. 3 müəllimə. 43. Aha, oxuyun. Müəllim şagirdin etdiyi səhvi tapşırığı ona başa salmaqdansa həmin sualı başqa bir şagirdə işləməyə verir. Bu zaman pedaqoji prosesin hansı iki prinsip xüsusiyyəti pozulur? Yəni burada iki prinsip deyil. Mən elə E-də yazmışam. E variantına B variantı. İkisi də səhv çıxıb. A variantı təsdiqləyici mühitin yaradılması və təhsildə bərabər imkanların Deməli, yaradılması. hərəsindən birini düz götürmüsüz amma. Burada təsdiqləyici mühitin heç bir əlaqəsi yoxdur da müəllimə. Başa salmaqdansa, yəni burada səhv yazıb onu mühakimə etmir də, sadəcə başa Dəstəkləyici salmır da mühit onu. yoxdur, bəli. Dəstəkləyici mühit Bəli. yoxdur. Burada nəyi pozub? Səhv edib uşaq. Müəllim onu başa salmır. İstiqamət vermirsə fəaliyyətdir. Fəaliyyət nə idi? Fəaliyyətin Rəy formalaşdırılması. vermək. Rəy verməyin içində istiqamət vermək var. Bunu etmir. Bir də
Həmin sual başqa bir şagird işləməyə verir. Burada bir ayrı seçkilik salır da. Bəs o da öyrənməlidir axı. Mən ona istiqamət vermədim, başqa uşağa verdim. İki şey pozuldu. Yəni B variantı. Mən inkişaf yönümlüyü onu da düz götürmüşəm. Mən bir dənə də stimullaşdırmanı düz götürmüşəm. Belə baxanda. Yox. Siz bərabər imkanlar düz bərabər götürmüsünüz imkanlar. də fəaliyyəti. Belə. İmkanlar. Bərabər imkanlar. Prosta tutuşdura bilməmsiniz də yeni Amma variantları. Amma ki, niyə deyir ki, müəllim şagirdin etdiyi səhvi tapşırıq ona başa salmaqdansa, yəni burada səhvi başa salmır da. Burada niyə inkişaf yönümlülük uyğun gəlməsin ki? O daha çox Yəni, prosesdən sonra baş verir axı. İndi biz tapşırıq edirik. Dərs zamanıdır, proses zamanıdır, hal-hazırda gedir. Anında. Amma burada anında səhv tapşırıq ona başa salmır. Dərsdən sual elədir ki, yox, siz necə demək istəyirəm. Yəni bu sualı verir də, bax səhv etdiyi tapşırıq ona başa salmaqdadır. Bu tapşırığı verir. O tapşırıq qutarandan sonra onu başa salmır da elə bir şey. Olsun da, amma tapşırıq qutarandan sonra olsun. Yenə fəaliyyətdir. Yəni biz bu gün Başa tapşırıq salsaydı işləyirikdə fəaliyyətin stimullaşması olar. olacaqdı, salmırsa da pozub. Nə deməkdir? Bax, fəaliyyətin stimullaşdırması nədir? Fəaliyyət, uşağın yazdığı tapşırıq. Səhv edib, mən nə etməliyəm? Ona anında istiqamət verməliyəm. Verməmişəm. Verirəm ki, ala get başqasına verəm, sən həll elə. Yəni fəaliyyət odur. İnkişaf yönümlülük başqadır. İnkişaf yönümlülükdə bir summativ söhbətidir. İşlətmişəm, gətirirəm, nəsə də yığıram portfolyoya, müzakirə, təhlil etmirik, inkişaf yönümlülük pozuldu. Ya da bu gün dərsi izah eləmişəm, sabah gəlirəm ki, vəziyyət bərbad, dərsi düzəməli başa düşməyiblər. Mən də deyirəm ki, neyiniyim indi? Mənim indi bugünkü planımda o bugünkü dərs keçməliyəm. Yəni onu göz yumub keçirəmsə, dünənki dərsə toxunmuramsa, halbuki görürəm ki, başa düşməyiblər, yenə də inkişaf yönümlülük pozuldu. O etik davranış qaydaları idi müəllimin, yoxsa Pedaqoji tələb, pedaqoji qarşısına qoyulan tələblər. İkinci dərsləndən. Müəllim, bəs orada 4-ə baxaq bir dənə. Orada da məndə səhv çıxır. Aha, baxaq. Mən Ucqar kənd məktəbində işləyən müəllim sinifdə uşaqların sayının və fəal şagirdlərin sayının az olmasına baxmayaraq öz işini sevərək yerinə yetirir. Etik olaraq müəllim hansı qaydanın tələbinə xüsusi əməl edir? Mən D götürmüşəm, səhvdir. Nə götürmüsünüz? Peşəkarlıq və fərdi məsuliyyət. Əslində cavab D-dir, amma 2024 qaydalarına görə indi peşəkarlıq və fərdi məsuliyyət deyə bir etik davranış qaydası yoxdur, çıxarıblar. Amma 2024-ə görə bəli, cavab elə peşəkarlıq idi. Bəs indi nə olar orada? Sizdə uşaqların sayını və fəal şagirdlərin sayının az olmasına baxın, öz işini sevərək yerinə yetirirsə vicdanlılıqdır. Amma burada da o cavab yoxdur. Vicdanlılıqda. Yoxdur da, indi çünki cavab odur da. Sevərək eləyirsən, niyə vicdanlı olsun? Nə? Sevərək eləyirsən, niyə vicdanlı olsun ki? Çünki öz işini səmərəli və keyfiyyətli yerinə yetirir. Vicdanlı. Vicdanlılığın bir bəndi var. Öz işini sevərək səmərəli və keyfiyyətli yerinə yetirmək. Yola vermir də, demir ki, onsuz da uşaq sayı azdır, yola verim dərsi eləmir. Vicdanlı müəllimdir. Getdik. 9 müəllim. Dokuz'u deyirəm də, hə. Naciz ünsiyyətçil bir şagirddir. Baxarım. Nərgiz ünsiyyətçil bir Nərgiz ünsiyyətçil bir şagirddir. O hər kəs dil tapmağı bacarır. Ona görə Nərgizin çoxlu dostları var. Mən 9'da yazmışam. Nə yazmışam? Yazmışam müəllimə. Dost söhbətinə görə. Xarakteri belədir də. Bəli, xarakteri belədir ki, deməli dostlarına görə. Hə. Hamı bundan dil tapmağı bacarırsa, deməli bu insanın elə bir xarakteri var ki, hamı ilə yola getməyi bacarır deyə insanlar bundan dil tapmağı bacarır. Bu adamın artıq xarakteri belədir. Mənə kimi.
47 müəllimə baxaq topdan. 47 baxaq. Deməli 47-də B götürmüşəm. Fikirlərini elmi faktlarla əsaslandır. Tapşırığı biliyin hansı növünə yönəldirik. Spesifik olmur. Təbii ki, o əzbərçidir. Əzbər. Konseptual götürürəm. Siz sual verirsiniz mənə ki, spesifik olmur. Mən siz olmur. Konseptualdır yəni. Burada fikirlərini, öz fikirlərini deyir də mənim. Bəli, bəli. Öz fikirlərini elmi faktlarla əlaqələndirərək əsaslandırır. Ona görə konseptualdır. Bəli, bəli, bəli. Müəllimə, burada dəyərləndirmə olsaydı hansını götürərdik? Konseptualını dəyərləndirmə olsaydı. Bir yerdə götürürük də konseptual bilikli dəyərləndirmək taksonomiya. Ayda. Yan-yana götürürük. Getdik. Hə. 50 müəllimə. 48 müəllim. 48. Abzaslar arası iradəni gözləmək mətnə düzəliş edir. Səlim nəticəsini taksonomiya, bilik və təfəkkür baxımından müvafiq qaydada uyğunlaşdırın. Mən buna neçədir? Heç nə yazmamışam bunu. Abzaslar arası əlaqə. Abzaslar arası əlaqə. Orada bir ardıcıllıq var. Prosedur ardıcıllıq varsa Bəli. Ardıcıllıq da varsa təfəkkür olaraq Tədbiq etmək olar. məntiqi və düzəliş edir. Mətnə düzəliş edirsə, tətbiq etmək. debəndi. Bəli. Başqa? 52-ci sual çıxarılıb. Kimsə dedi 52? 50 demişəm. Mən də təfəkkür edirəm. 51. Mən heç onu yazmadım. 51. 50 müəllimə. Baxın gəldi mənim. Elə Eşitdim, bildim eşitdim. bağlamışam. Yo, eşitdim. 50. Buyurun. Ki Musa kompüterdə qız qalasının təsvirini hazırlayır. Psixomotor olaraq hansı mərhələ? Mən manipulyasiya götürdüm nə mənada? Fikirləşdim ki, qız qalasına baxır şəklinə, onu kompüterdə hazırlayır. Amma niyə artikulyasiya çıxsın 50-də? Yəni kompüterdə iş gördü, nə ilə nəyi birləşdirir ki burada? Necə yəni? Necə yəni nə ilə nəyi birləşdirir? Söhbət birləşdirmək deyil ki, hazırlayır. Nəsə yaradır, düzəldir. 3D, özü 3D hazırlayır. Hələ hamısı kompüterdə baş verir də. Başqa kompüter heç bir şey birləşdirmiş, kompüterin içindədir də o hamısı. Bəs onda videoda kompüterin içində olur da. Layihə də orada hazırlayırıq da texnoloji avadanlıqda. Slaydlar harda hazırlanır? Bəli. Mən ümumiyyətlə bir əşyanı bir-birinə birləşdirməsi edirsə, o imitasiya götürür. Artikulyasiya götürürəm, elə fikirləşdim. Yo. Baxın, ümumiyyətlə nəsə hazırlayırsa artikulyasiyadır. Amma sizə açar söz verirsə, nə bilim, Musa kompüterində qız qalasının 3D təsvirini sərbəst şəkildə hazırlayır, müstəqil hazırlayır, heç kimin köməyi olmadan hazırlayır, dəqiqlik. Ay nə bilim, möhtəşəm şəkildə hazırlayır, qısa zaman ərzində hazırlayır, təbiiləşmə. Müəllimin təlimatına əsasən hazırlayır, nə bilim, cədvələ baxaraq hazırlayır, manipulyasiya. Videoya baxaraq hazırlayır, imitasiya. Yəni gördünüz belə bir açar sözləri verməlidir, amma verməyib. Qız qalası hazırlayırsa yaradıcılıq ola bilər müəllimə? Yox. Qız qalası var da, nəyini yaradır? Yaradıcılıq falan yoxdur. Getdik 50-dən sonra. 50. Neçə? 51. 51. 51. Doğru fikri müəyyən edir. Buna da heç nə yazmamışam. İllik planlaşdırma nəticə yönümlülük prinsipi əsasında hazırlanır. Nə gözəl. Nəticə yönümlülük nədir? Əvvəlcədən planımı qururam. İllik planlaşdırma avqustun sonu, sentyabrın əvvəlindən mən ta ki növbəti ilin iyunun 14-ünə kimi əvvəlcədən planımı qururam. Elə cavab budur. A bəndi. Bəli, doğru istəyir də. Siz nə yazmısınız? Mən yazmamışam. Heç boş Gəlin burax. bütün variantları təhlil edək. Gündəlik planlaşdırma əsas standart əsasında hazırlanır. Alt standart. Alt standart əsasında, bəli, səhvdir. İllik və gündəlik planlaşdırmaların hazırlanması zamanı fənnin sinif üzrə illik təlim nəticələri əsas götürülür. Sinif üzrə deyəndə ancaq illikdir. Səhvdir. İllik planlaşdırma gündəlik
Bəli, gündəlik alt standartdan çıxardır. Yəni də təlim nəticəsi. İllik planlaşdırma gündəlik təlim nəticələri əsasında hazırlanır. Yox. Xeyr, nə əlaqə? Gündəlik təlim nəticəsi hər günümün öz təlim nəticəsi var. Səhvdir. Müəllim gündəlik planlaşdırmaya dəyişiklik edə bilməsə də, illikdə bunu etməsi Həssin mümkündür. olmalıdır. Belə deyim də sizə. İllikdə də cüzi dəyişiklik necə ola bilər? Ola bilər ki, summativ, ayın 5-i summativ yazdırmalıyam. Uşaqların 50%-dən çoxu dərsə gəlməyib, yazdırmıram. Həmin tarixdə yazdırmıram. Demək ki, edə bilirəm. Amma gündəlikdə də edə bilirəm. Cütlərlə iş yazmışam ki, sabah dərsimdə cütlərlə iş edəcəm. Gəlmişəm ki, 17 uşaq var. Necə edim cütləri? 17-ci uşağı kimə qoşum? Demək ki, dəyişib məsələn qrup edə bilərəm, fərd edə bilərəm, bütün sinif edə bilərəm. Cüzi dəyişiklik etmək olur. Bu da səhvdir. Demək A düzgün cavabdır. 52-ci sual 2-3 ildir çıxarıblar proqramdan. Yoxdur, növbəti 53 müəllim. 53. Differensial təlimə aid edilə bilməz. Mən A yazmışam, Y çıxıb. Differensial təlim zamanı bütün şagirdlər müəllimin köməyinə eyni dərəcədə ehtiyac olmur. Düzdür. Cavab çıxıb Y. Differensial təlim hər bir şagird üçün təlim nəticələri müəyyən etmək imkan verir. Nə gözəl. Sinifdə 25 uşaq var. Hamısına aid bir dənə təlim nəticəsi çıxarmalıyam. Mənim təlim nəticəm alt standartdan çıxır. Maksimum 3 dənə. Bir dənə də ola bilər, 2 dənə də, daha maksimum da özünü öldürəni 3 dənə, hətta deyir ki, 3 dənə çıxartma. 2 dənə ən yaxşısıdır. Bir dənə də ola bilər, maksimum da 3 dənə. Çünki 45 dəqiqəyə onu çatdırmaq lazımdır da. Yalandan niyə yığaq ora, əgər 3 dənə məqsədi biz 45 dəqiqə reallaşdıra bilmiriksə. Burada mənə deyir ki, hər bir şagird üçün təlim nəticəsi müəyyən et. Nə əlaqə? Onda mən 25 dənə təlim nəticəsi çıxarım. Səhvdir. Məndən nə istəyirdi? Aydın, hə, elə budur cavab. Aydın edilə bilməz istəyirdi. Aydındırmı? Bildim müəllim. 58-ə də baxaq. 58. Var 58-ə qədər? Yoxdur. Buyurun, 58. Qayda və prosedurların olmasına baxmayaraq, şagird davamlı olaraq dərsin gedişatına mane olur. Müəllim bunu şahid olsa da müvafiq tədbir görmür. Bu statisiyada haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? A variant. Müəllim sinifi idarə etmə bacarığı zəifdir. Bu Düzdür, səhvdir. Qayda və prosedurun olmasına baxmayaraq, şagird davamlı olaraq dərsin gedişatına mane olur. Müəllim bunu şahid olsa da müvafiq tədbir görmür. Burada əgər qayda proseduru varsa, şagird bunu dərsin gedişatına mane olursa, idarə edə bilmir də müəllim. Bəli, idarə etməsi zəifdir də, bu düzdür deməli, yanlış deyil. Müəllim sinifdə mənəvi, psixoloji və öyrədici mühit təşkilində çətinlik yaşayır. Bu da düzdür də müəllimə. Yəni belə baxanda. Çünki müəllim sinifdə mənəvi, psixoloji, Bəli. dərsin gedişinə mane olur. Digər dərslər ona. Bu da getdi. Hə, müəllim dərs pozan şagird təlim prosesinə cəlb etməkdə maraqlı deyil. Qaydasına maraq tədbir görmür. Maraqlı deyil. Bu da bu situasiyaya uyğun gəlmir. Gəlmir? Gəlir. Hə, bəli, bu da götürmürük. Müəllim dəstəkləyici mühitin yaradılması prinsipinin tələbinə əməl etmir. Bu da elə situasiyada uyğundur da müəllimə. Çünki digər şagirdlərə mane olur axı orada, həm də bəli. Zaten burada dedi də mənəvi psixoloji, sağlam psixoloji mühit falan əgər götürdüksə, dəstəkləyici mühit var. Getdi. Müəllim şagirdin bu davranışı aradan qaldırmaq üçün sinifdən kənarlaşdırmayıb. Bəli, bu yanlışdır. Getdik. 58-dən sonra. Mən də bir anda 60-dır. 60'a qədər 59'dur təbii ki, bir dənə qalxmış. 60. Toğrul həmişə sinif yoldaşı Azərin kitab və qələmini qəsdən gizlədir. Onu həyəcan və stres yaşadır. Mən siz niyə burada A variantını götürdüm müəllimə? Azərin kitabı və qələminin orada təmas var axı. Bir dəfə belə sual işləmişdim. Bəli. Amma o sualı işləyəndə mən nə demişdim? Demişdim o sual çox mənasızdır. Elə o yadımda. Sizinki bullying yazmışam, cavab nə çıxıb? Qeyri-verbal bullying. Azər kitabın qələmi qəsdən gizlədir, ona həyəcan və həyəcana görə qeyri-verbal olur da, stres həyəcana görə. Ona həyəcan və stresdə saxlayır, bəli. Getdik, bu bitdi. Bir dənə vermişdim, deyim Haşəm elə? Məlim. Edu sınaq, ən sona saxlayaq da Edunu, hə. Sınaq 29. Sınaq 29.
Onu mənə ötürə bilərsiniz, ekranda paylaşım, zəhmət olmasa. Qrupda var müəllimə, qoy şəxsi müəllimə. Hə, zəhmət olsa mən 29 dediniz də, eləmi? Hə, 29. Zəhmət olsa şəxsi ötürün, ekranda paylaşım. Bir dəqiqə. Aysel xanım göndərdi. Təşəkkür edirəm Aysel xanım. Sağ olun. Aha. Baxaq. 3. 2. Deməli 2. Mövzu insan orqanizminə daxil olan qidanın balanslaşdırılmasıdır. Müəllim öyrənmə fəaliyyətini qurarkən tapşırıqları idrak taksonomiyasının mərhələlərinə əsasən tərtib edir. Balanslaşdırılmış qidalanma haqqında məqalə tərtib edin. Balanslaşdırılmış qidalanma haqqında özünə tənqid yazısı yazın. Bir gündə nə yediyinə görə cədvəl hazırlayın. Qida növlərini qruplara ayırın. Verilmiş tapşırıqlar içərisində idrak taksonomiyasının hansı mərhələsini əks etdirən tapşırıq yoxdur. Mən düzü yaratmağı götürdüm. Sonra düşündüm ki, bu məqalə tərtib edici yəqin yaratmaq kimi götürüblər. Bəli, düzdür. Tərtib etmək ümumiyyətlə yaratmağın bir növ açar sözüdür. Bəli. Yo, bitti. Nədir orada? Deməli, A və bir dəqiqə. A bəndi. Hə, A bəndidir, xatırlamaq. Yaxşı, ikinci nəyə aid olur? Balanslı qidalar haqqında özünü tənqid yazısı. Özünü tənqid yazsın. Dəyərləndirmə də. Sal, dəyərləndirmə. Üçüncü nəyə aid olur? Bir gündə nə yediyinə görə cədvəl hazırla. Tətbiq. Düzdür. Dördüncü? Qida növlərini qruplara ayırmaq üçün bu anlama. Əla, supersiz, bəli. 2-dən sonra üçüncü sual deyən olmuşdu. Bəli, müəlliməm. Hə, oxuyun zəhmət olmasa. Deyir ki, coğrafiya müəllimi olan Əli müəllim yay tətilində getdiyi rayonlarda videolar çəkir və dərs zamanı uyğunluğu gözləyərək həmin videolardan istifadə edir. Bu isə şagirdlərin marağına səbəb olur. Onlar düşünür ki, Əli müəllim olduğu üçün çox rayona gedir və video çəkir. Buna görə də şagirdlərdən gələcəkdə hansı peşəyə sahib olmaq istəyirsə sualını verəndə onlar coğrafiya müəllimi deyə cavab verir. Situasiya əsasən cədvəldə verilənlərdən doğru olanı müəyyən edir. Mən yazmışdım 1-2A. Cavabda çıxıb 1-4D. Deməli, bir də deyir, müəllim dərsdə fənnisti inteqrasiya edir, bu düzdür. 2-də deyir, müəllim motivasiya zamanı yanlışa yol verdiyi üçün şagirdlər məntiq xətasına yol verir. Burada motivasiya zamanı istifadə eləmir ki, onu. Motivasiya zamanı yanlışa yol verdiyi üçün şagirdlər məntiq xətasına yol verir. Baxaq, coğrafiya müəllimi olan Əli müəllim yay tətilində getdiyi rayonlarda videolar çəkir və dərs zamanı uyğunluğu gözləyərək həmin videolardan istifadə edir. Dərs zamanı deyir, əvvəldə demir. Hə, ona görə də. Bəli. Bildim. Bir dənə 2-də idi problem. Bəli, müəllimə. 2 ilə 4 əslində eyni şey yazılıb demək olar. Hə. 2-də motivasiyaya görə düz götürmüşdüm. Anladım. Tamam, getdik 3-dən sonra. 5 müəllimə. 5. Kompüter proqramı öyrənməyə qarşısına məqsəd qoyan şagird proqramın imkanlarından istifadə etmək üçün müəllimlərindən lazımi məsləhətlər alır və həmyaşıdları ilə birlikdə bu proqram üzərində işləyir. Hansıdır? Doğru deyil. Variant çıxıb C çıxıb. Tütün şagird şəxslər arası intellekt tipinə malikdir. Bu niyə səhv olsun ki, əgər həmyaşıdları ilə birlikdə işləyir? Müəllimin lazım məsələlər həmyaşıdlar birlikdə proqram üzərində işləyir. Bu ay nə bilim dostları ilə ünsiyyət, bayram, tədbir, sosial yığıncaq falandı filandı demir ki, adam əməli başda burada oturur, iş üstündə işləyir. Yəni iş işləyirlər. Proqram düzəldəcəklər və əsas açar sözümüz qarşısına məqsəd qoyan. Bu fərd daxilidir. Olar, amma yenə də bu həmyaşıdlarla işləmək artıq mən elə bilirəm şəxslər arası gedir də. Müəllim var burada, həmyaşıdları var. Amma biz nə demişdik? Bir insan qarşısına məqsəd qoyursa ya bunu eləməliyəm.
adətən kompetensiyada, şəxsi sosialda dedik, metakognitivdə dedik. Qarşısına məqsəd qoyur və deyir ona çatmaq üçün hər şey edir. Bəli, bu da o məqsədinə çatmaq üçün gəlir, bunlarla birlikdə bunun üzərində işləyir. Belə ömür boyu təkliyə qaçmır ki. Biraz çaşdırıcı gəldi mənə bu sual. Bəli, əsas söz qarşısına məqsəd qoyan. Bunlar məqsəddə olur. Çox sağ olun. Getdik. Buyurun. 7-yə baxaq müəllimə. Baxaq. 6-dır. 6. Tamam, 6-ya baxaq birinci. Bir şagird məktəbdən evə qayıdanda anasından soruşdu. Riyaziyyat müəllimlərimizin nə dediyini başa düşmürəm. Ara sıra həll etdiyi məsələləri bir həftə sonra yenidən həll edir. Müəllimə bunları əvvəl həll etmisən deyəndə təkrar yaddaşınızı yaxşı gücləndirir deyir. Sonra deyir, yeni nəsil bizi başa düşmür. Ona görə müəllimə sual verməkdən də çəkinirik. Mən yazmışdım C, cavab E çıxıb. Yoxsa E yazmışam, C nəsə. C-ni müəllim diferensial təlimi onu mən C yazmışam. Müəllim diferensial təlimin nəticə komponentini düzgün təşkil etməyib. Mən onu yazmışdım, amma E çıxıb müəllim öyrənmə mühitini təşkil edərkən dəstəkləyici mühitin tələbini pozur. Müəllim bunu soruşdu. Riyazi müəllimimizin nə dediyini başa düşmürəm. Arasa həll etməsələr bir həftə sonra yenidən həll edir. Dəstəkləmirdi orada müəllim, olmaz. Yox, dəstəkləyici mühiti pozur. O heç mən səhv cavaba baxmaq istəyirəm. Dəstəkləyici mühit pozulub da, çünki deyir ki, mən sual nə deyir, çəkinirik sual verməyə. Demək ki, orada dəstəkləyici mühit yox idi. Necə ki, bayaqlar Ramin müəllim dediyi, daha heç nə demək istəmirəm. Mən pozdum o mühiti. Bax, onun kimi bir şey. Yox, C-yə baxmaq istəyirəm, bir dənə oxuyum. Ara sıra həll etdiyi məsələləri bir həftə sonra yenidən həll edir. Biz demişdik axı, diferensial təlim yalnız 1:45 dəqiqə aiddir. Təkrar yaddaşımız öyrəndikdən sonra deyir, yeni nəsil bizi başa düşmür. Ona görə müəllimə sual verməkdən də çəkinirik. Burada biz siz niyə götürmürük diferensialı? Bu deyir axı, bir həftə sonra deyir, evə gedəndə deyir. Diferensial 1:45 dəqiqə aiddir. Müəllimin dərsi orada. Yox. Sualda demir ki, evə qaydanda anasından soruşdu, müəllimlərimizin nə dediyini başa düşmürəm. Uşaq evə gələndə. Bəli. Nəm deyir ki, müəllim evə dərs verir, bir həftə sonra soruşur. Nəsə belə bir söhbət getdi də. Təkrar yaddaşımızı gücləndir falan filan. Diferensial təlim bu gün quracağım dərsə aiddir. Nə? Deyirəm, bizdə eyni gedən söhbətdir. Uşaq riyaziyyat müəllimi ilə barışır. Sırada heç nə deyə bilmirik. Belə. Düzdür. Getdik. 7. Deməli, müəllim özü haqqında sinifdə anonim sorğu keçirdikdə şagirdlərdən belə fikri ilə qarşılaşdı. Müəllim sinifdə hər zaman eyni səs tonu ilə danışır. Bu bizim üçün narahatçılıq yaradır. Çünki bəzən eşitmirik, amma dərs zamanı etdiyi inteqrasiya bizim marağımıza səbəb olur. Müəllimin problemi aradan qaldırmaq üçün nə etməlidir? Sinifdə səs gücləndirici yerləşdirməli olmaz. Sinifdə o düzlüklü formasında şagirdləri əyləşdirmək bu olarmı müəllimə? Bəli, bu olar. Bunda qalmışdım. Bir də D-də qalmışdım. Sinifdə səssizliyi təmin etmək adlı qayda qoymalıdır. Bu belə qayda olsun. Sonra deyirəm, yox, belə qayda olmaz. Danışan olanda səs eşidilsin. İşgüzar səsli olmalıdır da müəllimə. Bəli, təbii ki. Bəli. İşgüzar səsli olmalıdır. Onda B variantıdır. Bəli, B variantı. Bəli, B variantıdır. Getdik. Başqa? 15. Sonrakiler biraz çətinlikdir mənə görə. 15. Aha, oxuyun 15-i. 5-də deyir ki, xarici dil fənnində həyata keçirilmiş monitorinq nəticəsinin təhlili zamanı şagirdlərin orta keyfiyyət göstəricisinin aşağı olması müşahidə edildi. Eyni dövrü və eyni mövzulara əhatə edən keçiklik nəticəsinin orta keyfiyyət göstəricisi daha yüksək idi. İki nəticə arasındakı fərq haqqında verilənlərdən hansı doğrudur?
Burada Mehmet cavab dedi, ondan hazırlaşıram. Prosta mən yeni de götürmüşdüm. Nəyə görə dedim, düşündüm ki, monitorinqdə yəni sualların hansı tipinə görə olmasını müəllim necə bilər falan. Ona görə yeni götürmüşdüm ki, SGD bəlkə müəllim şagirdə kömək edir monitorinqdən aşağı alıb deyə. İndi bilmirəm də mən monitorinq KSG-dən sonra olur, yoxsa KSG ondan əvvəl olur. Monitorinq hər zaman olmur da, belə deyə. Məsələn, indi olur deyəsən 4-cü siniflər və 6-cı siniflərdə monitorinq. Bilməm, oldu yoxsa hələ olacaq? Oldu. Aysu, yəni ki, demək istəyirəm ki, hər zaman olan bir şey deyil də o. Deməli, mən də onu bilmədim ki, KSG onu Y variantını götürdüm ki, şagirdlərə bəlkə kömək eləyib. Aşağı belə deyim də, ümumiyyətcə nəticələr arasında bir fərq varsa, yəni belə bir sualda belə bir söhbət varsa, bilin ki, etibarlılıq ya da ki, davamlılıq yazılacaq ikinci adıda. Bildim, mən prosta o monitoring KSG məsələsinə görə çaşdım, dedim Y olar, bəlkə ona görə onu götürdüm. Tamam, 15-dən sonra 16 dediniz bayaq. 17 var. 16 varsa 30-17 var. 16 deyən olmuşdu mu? Olmamışdı. Sən demişdin. Demişdi sən. Oxuyun. 16. Hə. Azərbaycan dili fənninin qiymətləndirilməsi zamanı şagird dinləyib anlamada yüksək bal toplasa da oxuyub anlamada zəif nəticə əldə etdi. Buna müvafiq olaraq müəllim şagirdə əlavə oxu materialları təqdim edib anladığı formada yazaraq şərh etməyi tapşırdı. Müəllimin fəaliyyəti şagirdə hansı kompetensiyanı inkişafa əsaslandırdı? Əslində burada bütün açar sözləri verib. Dinləyib anlama, oxuyub anlama, bəli, əlavə oxu materialları, şərh etmək, savadlılıq. 17. Mən 17-də əslində səhvim başa düşmüşəm. Yəni vaxt gedirsə oxumayım. Tamam. Hə, dərsin başlayacaq. Başa düşmüsünüzsə heç nə oxumayaq. Getdik. 17-dən sonra varmı? Bitti? Gəlməm. Tamam. Bu sınaq neçə idi Eduda? 29. Sınaq 29 idi da. Onda Edu 30 31. Haşim neçədə qalmışdı? 20 müəllim olacaq. 20. Hə? Burada bir dənəsini verin də, bir sınaq verin. Çətin deyil onu yazmaq. Çatır 50 sınaq deyə, çatır imtahan. 30 31 20 21. Siz gərək gecələr yatmayasınız, bütün gün işləyəsiniz. Haşim 20 21. Nə verin mövzu? Bullying verin mənə birinci. Bullying vacib mövzudur. Bullying bəli düşür. Bir də mən siz nə istəyirəm verim sizə. O təzə mövzudur. İstəyirəm biraz köhnələrini də bildik də. Bu var idi təhsildə müasir pedaqoji yanaşmalar, konstruktiv, adaptiv, refleksiv. Onu vermək istəyirəm. Onu bir oxuyarsınız. Çünki düşəcək sual 100%. Bəli, adını bir də deyin. Dərsin adı təhsildə müasir pedaqoji yanaşmalar. Bilirsiniz mənim. Səhifə 157-dir. Müasir Yanaşmalar. Ondan sonra neyini bullying verək? Yaxşı, bullying. Bu da səhifə 277. Üçüncü gündür də 4-5. Yəni o təhsildə müasir yanaşmalar neçədə idi səhifə? 157. Ay. Bullying 277. Aha. Bir də pozitiv intizam bərpa edici yanaşma. Bunu da bu il salıblar. Kiçik mövzudur da. Bu da amma vacib mövzudur. Pozitiv Yox, çox olmadı. 254. Bullying asandır. Bu bir mövzu bu boydadır, pozitiv intizam. Bir də ki, o birisi təhsildə müasir pedaqoji yanaşmalar. 2 bunlar, 2 onlar. Heç nə olmaz. 2 gününüz var. Yoxlamaya da fikirləş. Eybi yox, siz mənə görə narahat olmayın. Az qalıb, canımız qutaracaq da, bezməyəcəksiniz məndən. Eləyin, eybi yox. İkinci davam edirik. Hə? Bilmək olmaz, ikinci ildə davam eləyərik, yoxsa yox.
Niyə belə eləyirsiniz? Niyə evrənə göndərirsiniz bu mesajları? Göndərməyin. Biraz özümə inanım. Deyin ki, ay müəllim, harı canımız qurtarır sizdən 3-5 ildən sonra bir də görüşəcəyik sertifikasiyada. Belə deyin. İnşallah, inşallah mütləq. Müsahibəsi var, malum, onda. Hə? Müsahibə mərhələsi var elə. Hə, elə bu müsahibə ilə canınız qurtarmır. Ən Narahat çətin odur, orada burada kitab oxumaq, əzbərləmək, özümə. Hə, bəli. Eybi yoxdur. Hələ siz Çayı hop eləyək keçək, o da çatarıq. Hə, ona görə də siz hələ müsahibəyə odaqlanmayın. Birinci bu, sonra onun da dərdinə sonra Bu düşərik. hasat deyil müəlliməm. Bu hasatdır. Buradan keçəcəyik. Əsas. İndi də müsahibə mən çətin görürəm. Görməyin. Keçəcək. Məndə məsələn hələ bir nəfər də müsahibədən kəsilməyib. Ona görə narahat olmayın. Əsas testdir, vakansiyadır, onlar olsun. Bəli. Vakansiya olacaq, müəlliməm bu il. Ramin müəllisi olacaq. Yəqin bizdə yoxdur. Yox, bütün fənlərdən çıxacaq bu il. Mən çünki bir neçə müəllimdən soruşdum, dedim fənlərdən çıxacaq. Keçən il dəyişiklik oldu biraz. Ona görə həm də bu qaçqınlara görə oldu, müəllim açıqdası. Qaçqınlara məktəblər boşaldığı. Onlar əvəz edildi fənlər zət. Ona görə çox vakansiya verilmədi. 6 səfər çıxacaq. Naxçıvanda 551 vakansiya çıxıb. Neçə vakansiya? 551 vakansiya çıxıb Naxçıvanda. 251 yaxşıdır da. 551 müəllimə, 551. 551. O, qəşəngdir. 551. Hər fəndən də 100 dənə vakansiya çıxsa Naxçıvan kimi yerdə pulunu bəs eləyir. Bəli. Naxçıvana getmək istədim. Tamam müəllimlər, mən sizinlə Sağ olun müəllimə, sağlaşmaq gözəl zorundayım. Sağ olun. Sağ olun. Sağ olun.